Salam əziz izləyicilər, xoş gördük hər biriniz. Hündüşkalarımızdır. İçəridə də yemləmişik. Çöldə də qoymuşam, yenə yem yesinlər. Artıq yeməkləri düzəlib, yemək öyrəşdirmişəm. Yük götürürlər maşallah. Belə baxanda bilinir ki, heyvanlar süper heyvanlardır. Durub yalanlar reklam eləməyin yeri yoxdur. Mənə gələndə bunlar çox zəif idilər. Allah hər kəsin təsərrüfatına xeyir, bərəkət versin, biz də onların içində. Yaşananlar östəriz. Tüm vaksinləri vurulub, qurd dərmanı da vermişəm özüm bircə hamısına. Mən aldığım adamlar deyir ki, vurulub vaksinləri. Qurd dərmanı da özüm vermişəm. Qurd dərmanından başı salamat. Prosta qurd dərmanı 2-3 aydan bir zəifləyənə qurd dərmanı atılmalıdır. Gördüyün hansısa zəifliyindəsə normal yemir, gərək bir qurd dərmanı atasan onlara. Özümdə də qutarıb hal-hazırda qurd dərmanı. Gərək yenə lazım olsa al eləməsiniz, lazım olmasın. Yenə alaq qurd dərmanı verək bunlara lazım olsa. Bu da öz damazlığım hündüşkamdır. Gəlib qoşulur bunlara. Dünəndən qoşulub bura. Bunlar da damazlıq heyvanlarımdır, özümündür. Yaxşı pul verən olsa bu Krasnodar ördəkləri sataram. 2 dişi, 2 erkək. Süper heyvanlardır. Bir dənə prosta, bir dənə pis cəhətləri yoxdur ki, gəlib evin qabağına çıxırlar, daş yer var orada. Kafenin üstünü batırırlar, bilirlər, bir dənə ona görə satar. Belə də qalıb da. Erkəklərin 50 manata verirəm, birin. Dişisinə də real alıcıya hamısını götürənə 30 manatdan verirəm. Real alıcıya erkəkdə də indirim eləyərəm arasında. Dişilər 30 manat. Bir günlük balası 8 manat, 9 manat, 6 manat, 7 manat olur elə. O 3 manatlıq, 2 manatlıq dövran getdi daha. Hündüşkalar da öz hündüşkalarımdır. Keçən il belə aldıqlarımdan seçib saxlamışam. Süper heyvanlardır. 3 dişidir, bir erkək. Təmiz Amerikan bronz deyəsən bunlar. Qazlardakı öz keçən il saxladığım qazlardan qalan balalardır. 8 dənə idi. 4'ünü satmışam, 4'ü qalıb özümün. Yerlərə su buraxıb, üstləri ona görə biraz bulaşıqlı görünə bilər. Pis yağışlar yağdı son günlər. Bunlar təzə gələndə belə ot falan bilmirdilər. İndi öyrəşirlər. Necə olmuşdu, yaşamışdı bunlar.
son qiyməti 43 manatdır indi düşkan. Real 6'ya biraz endirim eləyərəm yenə. Çoxu erkəkdir, hamısını götürənə ağları da sataram. Az götürənə 45 manatdan. Hamısını alana 43, 43'dən də aşağı düşərəm biraz. Çünki qardaş az heyvan alan adam gəlir harda yaxşıları, iriləri var, seçir gedir. Sonra satış eləmək çətinləşir. Belə də pis deyil ya, hamısı eyni boydadır. Prosta da yenə ən yaxşılarını seçir. Gəlir yarım saat, 1 saat. Allah canların sağ eləsin. Hər gələnin də, gəlməyənin də. Oo, bu dişidir maşallah. Bu dişidir. Bu da dişidir. Bu da dişidir arkasındaki. Ağlardan da ikisi, üçü dişidir. Dört beş tane toplumunda oxşuyub 6 dənə, 5 dənə dəqiq baxıb başa düşərəm. Dəqiq baxsam başa düşərəm. 4-5 dənədən maksimum dişi var içlərində. Qalan 16 dənəsi erkəkdir, 21 heyvan doğmuş. Sağ olun əziz izləyicilər, yeni gələn izləyicilərimiz də xoş gəlib. Allah hamının təsərrüfatını, köhnələr, yenilər hamına salam olsun. Xeyirli, bərəkətli olsun. Həyat evində yaşayırsınızsa, şəraiti varsa saxlamaq lazımdır heyvan. Belə gəzməyə razı olmayan bildirsin, saxlasın, heç olmasa yumurtası onun hər dərdin dərmanıdır. Nəysə məşğul olsunlar. Kimin anlayışı, həvəsi niyə var, oyla məşğul olmalıdır ki, bekar qalmaqdan bir şey çıxmır. Yeni gələn izləyicilərimizə də, köynələrə də hamısına salam olsun. Yenə deyirəm, nəsə yadımdan çıxdısa, üzürlü sayın. Ünvan Güzdək kəndi.